Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Möhtərəm qardaşlarım, öncə özümdən sonra sizə Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Çünki bu nəsihət bizdən xeyirli nəsillərin bir-birlərinə etdiyi tövsiyə idi. Necə ki Allah Taala öz kitabında dəfələrcə ayələrinə nazil etdiyi öz kəlamında özündən qorxmağı, təqvalı olmağı əmr eləyir və hətta Allah Taala qorxanları, yəni müttəqiləri sevdiyini bildirib Allah Taala kitabında. İnnallaha yuhibbul muttaqin. Allah müttəqiləri sevir, yəni qorxanları. Və Allahdan qorxan üçün Allah Taala'nın ondan nazil etdiyi nemətlərin içində əzəmətli nemətlər var. Hansı ki o nemətlər ki onun şükrü verilə bilməz. Hansı ki o nemətlər ki onun əvəzi verilə bilməz. Və hansı ki o nemətlər ki heç vaxt geriyə qayıtmır. Bəli, heç vaxt geriyə qayıtmayan nemətlər var. O da zamandır. Allah Taala'nın verdiyi vaxtdır, ömürdür, həyatdır. O bir dəfə verilir və heç vaxt da geriyə qayıtmır. Hətta insan hərdən elədiyi xətalara görə vaxt gəlir, peşman olur. Və baxırsan ki, o sonra peşmanlığının bir faydası yoxdur. Zaman getdi, ömür getdi, həyat getdi. Və Allah Taala o həyatını ilə doldurmaq lazımdır. O zamanı, onun verdiyi zamanı nəyə xərcləmək lazım olduğunu Allah Taala bəyan edib öz kitabında. Və qiyamət günü nələr soruşulacaqsa onu da bəyan edib. Yəni imtahanın suallarını bəyan edib Allah Taala öz kitabında. Allah Taala bizi öyrətdi, ixlas soruşulacaq. Allah Taala öyrətdi ki, nemətləri verdi, nemətlər soruşulacaq. Hətta kiçik nemətlər soruşulacaqsa, bəs böyük nemətlər necə? Və zaman da Allahın verdiyi ən böyük nemətlərdən biridir. Və o da hara xərclənildiyi soruşulacaq. O da hara xərclənildiyi soruşulacaq. Əgər müsəlman zamanına, vaxtına, yəni ömrünə, həyatına diqqət yetirməsə, fikir verməsə, artıq çox xeyirdən məhrum olacaq. Və onun təqvasına zərər vuracaq. Hətta ola bilsin ki, təqva ilə belə olmasın. Çünki əhl-i-sünnəyə görə təqva 3 hissədən ibarətdir. Ya o kamil olmalıdır, ya naqis olmalıdır, ya da olmamalıdır. Xavariclərdən fərqli. Çünki xavariclərə görə ya təqvalı olmalıydın, ya da ki təqvasız. Amma əhl-i-sünnə, sələf təqvanı bölüb. İnsan naqis ola bilər. Çünki günahlar təqvanı naqisləşdirir. Çünki xavariclər təqvanı üzr istəyir. Çünki xavariclər günahları artıq dindən çıxaran amillər görürlər. Əhl-i-sünnənin, yəni haqq firqənin əksi olaraq. Və Allah Taala'nın da verdiyi bu ömür soruşulacaq qiyamət günü. Ora haraz xərclənildiyini və o zaman haqqında Allah Taala öz kitabında hətta namazları belə zamana bağlayır Allah Taala. Və buyurur ki, hafizu alis-salavat və salatul wusta. Yəni namazları qoruyun. Yəni namazların vaxtını, hətta Allah Taala namazın vaxtını qorumağı namazı qorumaq üçün vacib görüb. Vacib olaraq əmr edib. Təslim namazı qorumaq kifayət deyil. Zaten namaz qılınacaq. Amma namazların vaxtını qorumaq namazları qorumaq kimidir. Çünki əgər namazların vaxtında qorunmayan bir müsəlman artıq vaxt gələcək namazlarını qoruya bilməyəcək. O siz namazı tərk edənləri, daha doğrusu namazda məhrum qalanları, onlardan hərdən soruşsanız ki, nə ağır gəldi. Namazın sizin tərk edilməsinə səbəbi nə oldu? Vallahi onların dediyi şeylərdən biri namazların vaxtında qılınmaqlarını deyəcəklər. Vallahi deyəcəklər. Çünki namazın vaxtını qorunmayan bir müsəlman vaxt gələndə namaz çətin gələcək. Hətta o qədər çətin gələcək ki, artıq ona şübhələr gələcək. Hətta elə şübhələr gələcək ki, o şübhələrin əsli küfrdən başlayır. Çünki şeytan o şübhələri verir. Və hətta şeytan Rəbbinə qarşı o şübhələrlə yanaşdırdı. Allah bağışlayandır, Allahın rəhməti böyükdür deyə. Çünki Allah Teala kitabında buyurur ki, şeytan Allahın rəhməti böyük deyib sizi aldatmasın. Bəli, Allah Teala'nın rəhməti böyükdür, amma özünün bildirdiyi şəkildə. Sənin başa düşdüyün şəkildə yox. Allahın rəhməti böyükdür. Necə ki Allah Teala kitabında başqa ayədə buyurur ki, "Vəsi'at rəhməti kulli şey." Rəhmətin hər şeyi əhatə etdi. Və diqqət yetir, hər şeyin içində əzab da var. Hər şeyin içində məhrumiyyətlik də var. Ona görə də ağıllı müsəlman, aqil müsəlman gərək zamanına, namazlarının vaxtına diqqət yetirsin. Hətta zaman o qədər mühümdür ki, hətta orucun vaxtında da belə o hesablanıb. Axı orucun açıldığı, yəni sahurun başlanıldığı və bitdiyi zaman, axı iftarın da bitdiyi bir zaman var, başlandığı bir zaman var. Ya görünür zaman əzəmətli bir şeydir. Hətta namazlar öz vaxtları inandı. Və bu namazların vaxtları, ibadətlərin əvvəllərində olan bəzi vaxta önəm verilən şeylər o vaxtın dəyərini göstərir. Və həmçinin Allah Taala o zamanı öz kitabında and içdi hətta.
Allah Taala kitabında yalnız dəyərli şeylərə, ən üstün şeylərə and içib. Onlardan biri Allah Taala'nın içdiyi zamandır. Vəl fəcr, vəl asr. And olsun fəcr çağına, zaman. And olsun əsr çağına. Allah Taala zamanı and içib. Təbii ki, Allah Taala yaratdıqlarını and içir. Amma Allah Taala'nın yaratdıqları isə yalnız ondan and içə bilər. Ona görə zamanı məhv eləmək olmaz, puç eləmək olmaz. Çünki o elə nemətlərdən ki, geriyə qayıtmır. Ola bilər ki, insan hər hansısa bir Allah yolunda etdiyi sədəqəni, elədiyi bir əməli xətasını başa düşüb yeniləyə bilər. Amma zamanında qiymətləndirmədiyi şeylərə görə zaman qayıtmır. Muhammed sallallahu aleyhi ve sellemə qaytarılmadı. Allah Resulü üçün o zaman bircə and olsun geri qayıtmayıb. Geri döndərilməyib. Yəni, Allah Resulundan şərəfli, Allah Resulundan üstün, qədir, qiymətli kim var ki? Hətta Muhammed sallallahu aleyhi ve sellem'i Rəbbi yer üzünə yazmışların ən xeyirlisi deyə təriflədi. Ən xeyirlisi deyə. Əgər ona keçilməyən bir şey, ona vəd verilməyən bir şey, ona əta olunmayan bir şey, ondan qeyrisi kiminsə üçün mümkün deyək əta olunsun. Əgər kimsə iddia eləsə, ya dəlidir, ya yuxuda danışır, sayıqlayır, ya da ki, şeytan Allah'dır. Ona görə də hərdən xam xəyallar, yəni o xəyallar ki, boş-boş xəyallardır. Şəriət qadağan edib boş-boş xəyalları da almağı. Boş xəyalları da almaq olmaz. Yəni zaman bir dəfə verilir. Onu qiymətləndirmək lazımdır. Və onu da qiymətləndirməyin ən üstün yolu Allaha sərf olunan zamandır. Allah üçün sərf olunan vaxt. Allah üçün sərf olunan vaxt ən üstünüdür. Çünki Allah Taala bizə zaten özünü ibadət etmək üçün yaradıb. Və yerdə qalan şeylər isə ailə, uşaq, evlənmək, ticarət və s. Bunlar insanın yaxşı mənada başını qatması üçündür. Həyat biraz maraqlı olsun deyə. Baxmayaraq ki, onlar da ibadətdir. Hətta onlarda da aqil insan ibadət edə bilər Allah Taala'ya. Allah üçün evlənər, övladlarını Allah üçün Allahın dinindən tərbiyə edər və s. Amma əsas olan Allahın ibadətdir. Və Allah olan ibadətin də içində müsəlman o ibadəti o zamanın içində, ömrün içində eləyir. Onu boş-boşuna çıxartmaq olmaz. Onu boş-boşuna hədər eləmək olmaz. Çünki qiyamət günündən qabaq qəbirdə soruşulacaq. Qəbirdə soruşulan şeylər var. Və qəbirdə soruşulan şeyləri gərək insan bu dünyada zayi etməsin. Allah Resulundan soruşacaqsan. Peyğəmbərin kim idi deyə soruşulacaq. Əgər müsəlman Peyğəmbərinin kim olduğunu bu dünyada ona verilmiş ömrünün içində haqqı ilə bilməsə verə bilməyəcək cavabını. Mümkün deyil cavabını verə biləsən. Bəşər, insan, arası yalan danışır. Və ondan üstün bir adam gəlib ondan o danışdığı yalanı, ne üçün danışdığını soruşanda dili topa vurur. Danışa bilmir. Səbəbini izah edə bilmir, qorxur. Amma halbuki bildiyi şeydir, qəlbində bilir, nə var, nə yox. Amma ondan qorxur. Özündən biraz üstün, biraz güclü, biraz vəzifəli adamı yanında insan qorxur. Yəni, o gün, bugün bəziləri deyirlər ki, onsa bilir ki, Muhammed sallallahu aleyhi ve sellem Peyğəmbərdir. Nə var ki, onu cavab verməyə? Elə deyil. Hələ insan bu dünyada ki, bəşərin qarşısına qorxduğu şeylər var. Ona görə də gərək ömrü zayi eləməsən. Bir dəfə verilir. Və bir dəfə verilməyinə baxmayaraq az bir vaxt da deyil. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem ümmətinin yaşını, ömrünü 60 il deyib. Düzdür, bu ümumidir. Qısa da olur. Çünki qəbirstanlığa gelirsən, uşaq qəbirlər də var. Qoca qəbirlər də var. Amma ümumən ümmətin yaşı 60 yaşdır. Və aqil insanın aqil olması üçün, dinində aqil olması üçün kifayət qədər zamandır. Yəni ona görə heç kim qiyamət günlərində deyə bilməyəcək ki, fikirləşməyə vaxtı olmadı. Aqil bir insan hər hansısa bir işi, hər hansısa bir ticarəti qısa bir zamanda fikirləşib tapa bilir. Və orada nə ziyan verir, nə xeyir verirsə onu tapa bilir. Və illər boyda ticarətlə sonra məşğul olur. İllərin bəhrəsini bir neçə saatda qərar vermək olur. Allah Taala'nın əksinə göndərir, dinsə yüngül idi, çətin deyildi. Sadəcə Allah'a ibadət etmək lazım idi, şərik qoşmaq lazım deyildi, ixlaslı olmaq lazım idi. Yəni xalis olaraq niyyət Allah üçün olmalıdır, başqa şeylər orada qarışmalı deyildi və salam. Və qiyamət günə soruşulacaq şeylər də deyilib. Yəni, onun qarşılığında isə verilən ömür uzundur, 60 ildir. Kimisi 50 il, kimisi 40 il, kimisi 70 il, fərq eləməz. Kifayət qədər ömür verilib. Yəni bu onu göstərir ki, insanın üzərindən hüccət qalxıb artıq. Yəni insanın üzərindən mən başa düşmədim, fikirləşə bilmədim deyə şeylər qalxıb. Və əslində dinin özünə də baxsan rahatdır. Dində çətin bir şey yoxdur. Başa düşülməyi çətin olan demək olar ki, heç nə yoxdur. Hamısı rahatdır. Adi Quran-ı Kərimin özünə baxsan, Quran-ı Kərimin özünə baxsan. Hətta Allah Taala'nın orada ayələrini, sözlərini izah etmək üçün nazil etdiyi sözlərin özü belə çətin deyil. Başa düşülməyi rahatdır. Və bu onu göstərir ki, Allah Taala'nın rahatlaşdırmağı hesabın rahat olacaq demək deyil. Allah Taala o hesab gününün çətin olduğunu bilir, zaten yaradan odur.
Ona görə bu dünyada asanlaşdırdı ki, orada xeyir əhli üçün rahat olsun. Onu da burada rahatlaşdırdı, bu rahatçılığı da rahat qəbul etmək üçün, bu rahatçılığı da düzgün başa düşmək üçün, düzgün həyata keçirmək üçün insan gərək hər şeyi öz zamanında eləsin. Namazı öz vaxtında, oruc öz vaxtında. Hətta bir insanla, aqil insanın arasında bir söz var, hətta insan vaxtında evlənməyənə ziyandır. Hətta subhanallahil-azim, insan vaxtında evlənməyənə ziyandır. O ki, qalmış ibadətlər vaxtında olmasa. İnsan vaxtında evlənməsə günah daşımır. Əgər qəsdən gecikdirməyibsə. İnsan vaxtında evlənməsə günahkar deyil. Amma insan ibadətlərini vaxtında eləməsə, o xətadır. O artıq günahlara yol açır. O qəlbin qaralmasına səbəb olur. Çünki bir şeyə görə vaxt qoyulubsa, deməyə soruşulacaq. Bir şey hökm qoyulubsa, o soruşulacaq. Əgər soruşanı da bilsən kimdir, o da Rəbbindir. Əslən Allah Taala'nın qiyamət günü əməl dəftərlərini qoymağına və yaxud da sənə şahid olan mələklərə ehtiyac yoxdur. Allah Taala o dəftərləri qoymayacaq ki, özü baxsın, nə yazılıb orada. Əksinə Allahın ehtiyacı yoxdur onlara. Onlar bəşər öz gözləri ilə onu görsün deyədir. Ki Allaha deyə bilməsin ki, ya Rabbi, yox mən eləməmişəm. Əksinə, ona görə nə deyilibsə soruşulacaq və zaman da soruşulacaq. Onu boşu-boşuna hədər vermək olmaz. Kim hədər verəcəksə qayıtmayacaq və heç vaxtda özündən başqa heç kimi qınaya bilməyəcək. Amma hər insan özünü qınamaq istəyər, boşa keçirdiyi ömrü, zay etdiyi ömrü, amma ölümün də vaxtı bilinmir. Nə qədər qaydacam deyənləri vardı, qayda bilmədilər. Bir ildən sonra qaydacaqdı, 5 aydan sonra əvvəl öldü. Qayda da bilmədi. Keçən Ramazandan bu Ramazana qədər nə qədər qardaşlarımız dünyasını dəyişib. Bəlkə bizdən də xeyirli idilər. Yoxsa bu Ramazanı çatmadılar. Və bu Ramazanda o qardaşlar, o dünyasını dəyişən qardaşlarımız, Allah Allah rəhmət eləsin. Dünyasını dəyişən o qardaşlarımız, əgər bilsəydilər ki, bu Ramazana çatmayacaqlar, həmən bundan əvvəlki Ramazan onu lap çox qiymətləndirərlər. Amma görsən insan bilmir. Vaxtın bitəcəyi zaman var. Ömrünün tükənəcəyi zaman var. O bilinmir. Necə ki, doğulmağın bilmirdən doğulmağı və ölüm də həmçinin. Ölüm də bilinmir. Ona görə zamanı boşa vermək olmaz. Nə varsa qiymətləndirmək lazım. Aqil insan heç nəyi özündən boşa buraxmaz. Aqil insan hamısını dəyərləndirər. Hətta dünyasında belə. Məsələn, belə bir məsal var. Aqil insanlar, ağıllı insanlar, dünyanın həyatı başa düşən insanlar övlad tərbiyəsinin hardan başlandığını deyirlər. Anasının bətnində olandan, körpə vaxtından, iməkləyən vaxtından. Görürsən, böyüməyini gözləmirlər. Kiçik vaxtından, körpə vaxtından, halbuki sənin danışdıqları bilmir. Sən ona desən ki, Allah ərşi istəva eləyib uşağa. Uşaq bilmir hələ Allah kimdir. Amma tərbiyədir. Görürsən, aqil insan zamanı boşa verməz. Gözləməz ki, insan uşaq böyüsün, nə zaman ki başa düşəcək. Ondan sonra nur gələk. Görürsən, zaman o qədər qıtdır. Çünki getdisə qayıtmır. Və həmçinin ibadətlərdə müsəlman lap çox həris olmalıdır ibadətlərində. Çünki əvvəla qəbul olunmaya bilər. Qəbul da olunmaya bilər. Təhcə ibadət eləmək deyil. Təhcə zaman ayırıb, həccə getmək, yürüməyə getmək, namazları vaxtına qılmaq, sübh namazlarına getmək, gecə namazlarını qılmaq deyil. Təhcə bu deyil. Elə qəbul olunmağı var. Ona görə bunu da bilmədiyimizə görə hər şeydən yapışmaq lazımdır. Və hər şeydən tutmaq üçün, ibadətlər yəni, hər şeydən tutmaq üçün, hər şeyini qədrini bilmək üçün gələk müsəlman zamanına diqqət yetirir. Vaxtına, ömrünə diqqət yetirir. Çünki ağıllı insan bilmir, bu Ramazanda bağışlandı yoxsa bağışlanmadı. Heç kim bilmir. Bundan sonra nə etmək lazımdır? Başqa sünnə orucdan tutmaq lazımdır. Allah, ağıllı insan bilmir, bu ayda oxuduğu Quran, Allah Teala onu ona yazdı yoxsa yazmadı. Bilmir. Əcrin Allah'tan umur, amma bilmir. Çünki biz qeybi görmürük. Ona görə nə etmək lazımdır? Ramazandan sonra da Quran oxumaq lazımdır. Ramazanda Allah yolunda xərcləyən bilmir qəbul olundu, yoxsa qəbul olunmadı. Ramazandan sonra da xərcləmək lazımdır. Çünki insan bilmir. Ona görə də bu nəyə göstərir qardaşlarım? Hamısı zaman, hamısı ömürdən gelir. Hamısı ömrün bir parçalarıdır. Heç nə bilinmir. Ona görə o ömrün hər bir anını müsəlman güc çatan qədər doldurmalıdır xeyirlə. Onsuz da bir hissəsi yatmağa gedir, bir hissəsi işə gücə gedir. Halbuki Rəbbə çox da vaxt ayıra bilmirsən. Biraz vaxt qalır. Rəbbə vaxt ayıracağın biraz vaxt qalır. O birazı da körləmək olmaz. Əgər o biraz da körləsən, heç o biraz özdə vaxt gələcək qalmayacaq. Əldən gedəcək. Baxacaqsan məscidə gedənlərə, gedə bilməyəcəksən məscidə. Nə qədər adamlar var tanıyırsınız? Məscidə gedə bilmirlər. Nə qədər adamlar var? Sağlamdır,
maşını da var. Vallahi məscidə gələ bilmir adam. Çünki sən onun qəlbini bilmirsən. Biz zahirə baxırıq. Qəlbi görmürük. Qəlbə baxan var. Allah Teala qəlbə baxır. Allah Teala baxmayacaq sənin dərin ağdır. Sənin ayağın var, ayağın yoxdur. Sənin cibində nə qədər pulun var. Sən kimin nəslindənsən. Sən hardansan. Allah Teala ora baxmayacaq. Allah Teala sənin qəlbə baxacaq. Və biz də qəlbi görmədiyimizə görə bizə hərdən təəccüblü gəlir ki, filan kəs niyə məscidə gələ bilmir? Elə deyil. Filan kəs məscidə aparmayan onun qəlbi yoxdur. Onu məscidə aparan qəlb var ha. O onda yoxdur. O da nəyəsə zay eləyib. Vaxt var idi zay eləyib o şeyləri. Ömrünü, həyatını, dəyərli qiymətli şeyləri məhv elədiyinə görə artıq bu gün onu bacarmır. Məscidə gələnlərə baxır və gedə bilmir. Hətta hərdən insan hətta Allah Taala'dan bağışlanma belə istəyə bilmir. Çünki günahlar çoxaldıqca bağışlanma istəmək olmur. Günahlar çoxaldıqca bağışlanma istəmək olmur. Bəzi hərdən müsəlmanlar deyirlər ki, Ax Muhammed sallallahu əleyhi və səlləm buyurdu ki, ən xeyirli xəta eləyənlər, günah eləyənlər, istiğfar eləyənlərdir axı. Elədir. Amma insan günahları çoxaldığına tövbə edə bilmir. Siz nə vaxtsa görmürsünüz ki, siqaret çəkənlər hər siqaret çəkənə tövbə eləsin. Mümkün deyil. Siz nə vaxtsa görmürsünüz ki, gözünü, bədənini qorumayanlar hər dəfə gözünü qorumayanda əstəğfurullah elə bilsin. Vallahi mümkün deyil. Çünki günah çoxaldıqca tövbə eləmək olmur. O Allah Rasulunun dediyi ən xeyirli günahkarlar, xəta eləyənlər günahlar az olanlardır. Günah az olanda tövbə eləmək olur. Bu da onu göstərir ki, tövbə eləmək üçün də insan gərək yaşasın, sağlam olsun, zaman yerində olsun, ruh bədənində olsun. Ona görə qardaşlarım, kiçik bir xatırlatmaydı, ən birinci özümə təbii ki, sonra sizə. Ramazan da artıq qutarır. Ola bilər bəlkə bu günə qədər bundan geriyə qalan 20 və yaxud 21 gün bəlkə də zay ilə, bəlkə də getdi əldən. Amma Allah Taala'nın rəhməti böyükdür. Əgər o günlər əldən gedibsə, o günləri zay etmişiksə, növbəti 10 gün qalıb. Və bəlkə də axırıncıdır. Aqil insan üçün ibadət axırıncıdır. Aqil adam üçün bu sonuncu Ramazandır. Bundan sonra heç nə yoxdur. Çünki necə keçən Ramazandan bu Ramazana dəfn elədiyimiz qardaşlarımız var. Ona görə də vaxt, zaman, ömür, Allahın verdiyi əzəmətli şeylərdir. Onun diqqətli olmaq lazımdır. Onu qorumaq lazımdır. Əbəs şeylərlə, boş-boş şeylərlə, lağlağalarla. Bu gün də artıq da bütün lağlağalar, bütün səfək-səfək şeylər artıq müsəlmanların cibindəki telefonda var. Saatlarla baxıb gülürlər, saatlarla baxıb gülürlər, saatlarla baxıb gülürlər. Amma qardaşına təbəssüm eləyə bilən yoxdur. Qardaşına gözəl söyləyən yoxdur. Amma hansısa səfihə saatlarla baxıb güləcək. Amma qardaşlarla görüşəndə gözəl sifət, gözəl öz, onlar əxlaq göstərmək, onların hədd etdiyi və kiçik səhvləri belə bağışlamaq o yoxdur. Amma insan başa düşmür ki, səni o bastıran da, səni dəfn eləyən də həmin o sənin təbəssümü əsirgədiyin qardaşların olacaq. O sən baxıb telefonda güldüyün, saatlarla baxıb güldüyün səfehlər olmayacaqlar. Heç əslən sən onlar səni zaten tanımır. Təəssüf ki, sən Allahı tanıyırsan. Ona görə bu hamısı zamandır. Boşa getmiş, məhv olmuş zaman. Ramazan ayı deyil, Ramazan futbolu baxmaq ayı deyil, Ramazan səfək-səfək şeylərə baxmaq ayı deyil, Ramazan serialların ayı deyil, Ramazan mahnı ayı deyil. Ramazan ibarət ayıdır. Onsuz 11 ay məhv olub. 11 ay zaten məhv eləmişik. Amma bu 1 ay. O 1 ayın içində bəlkə də 20 gündə məhv olub. Amma bu 10 gün qalıb. Və yaxud da 9 gün. Ola bilər ki, Allah bizi bağışlayar. O zamanımızı məhv elədiyimiz, hədər yerə apardığımız zamana görə Allah bəlkə bizi bağışlayar. Çünki bağışlayandır, əfv eləyəndir. Allah Taala'dan istəyirəm ki, bizi bağışlasın, əfv eləsin. Və bu Ramazandan bizim bağışlanma çıxanlardan etsin. Və bizi gələn Ramazana çatdırsın. Ömrümüzü xeyirlə uzatsın, itaətlə uzatsın. Bizi də ailəmizi də qorusun. Allah Teala dövlət başçımızı qorusun, dövlətimizi qorusun, ordumuzu qorusun. Və kimlər ki, onları ziyan istəyirlər, zərər istəyirlərsə, Allah Teala onların zərərlərini də, ziyanlarını da, pisliklərini də özlərinə çevirsin. Əzizun Allah bilir və subhanəkəllahumma hamdika əşhədu an la ilahə illə ente estəğfiruke Allahumma və etûbü ileyk. Bəli.